Rəqsanə İsmailova və Suli bloger. Bu videom sizə aiddir. Məni sonacan yaxşı dinləyin. Rəqsanə xanım, bugünə qədər heç vaxt danışmamışam. Həmişə öz kiçiliyimi göstərib susmuşam. Amma artıq bəzi məsələlər var ki, məni də yorub və bezdirib. Siz bu Suli bloger adlı xanımı təyin etmisiniz ki, bütün sosial şəbəkələrdə məni addım-addım, qara-qara izləyib, harada nə şərh yazıram onlara cavab versin və yaxud da mənə ağıl öyrətsin. Səidə xanım Bəkir qızı sizə sadəcə tənqidi bir yanaşma ilə yanaşmışdı və öz fikirlərini bildirmişdi. Subyektiv, normal fikirlərini ki, mən açıq-saçıq geyimləri Rəqsanə xanıma yaraşdırmam. Mən də yaraşdırmıram və mən əminəm ki, indi bu videonun altından bir çox şəxslər yazacaq ki, biz də yaraşdırmırıq. Bu subyektiv bir fikirdir. Mən də yazmışam ki, nə gərək var ki, Rəqsanə xanım belə danışır, insanı, şəxsiyyətini, özünü təhqir eləyir, tənqid eləyir, az qalır xanımın atasını söysün. Buna nə gərək var? Subyektiv fikrimi bildirmişəm. Suli xanım çıxır oradan, dastanlarla mənə cavab yazır. Ay xanım, yenə deyirəm, siz mənə ağıl öyrədə biləcək ən axırıncı insansınız. Yəni susdum, bura qədər bəsdir. Artıq mən susmaq istəmirəm. Siz deyirsiniz, Qumral Rəqsanə xanım, deyirsiniz, Qumral mahnını oxusun da, nə var ki burada? Gənclərə dəstək olmaq lazımdır. Ay Rəqsanə xanım, bəs siz niyə gənclərə dəstək deyilsiniz? Bəs siz niyə mən gənc ifaçı ilk dəfə efirə çıxanda məni efirdə biabır elədiniz, ağzınıza gələni dediniz. Gənc ifaçı idim da, oxumuşdum, çox gözəl də mahnını oxumuşdum. İlk dəfə efirə çıxırdım, o həyəcan, o gözəl anlar, siz onların hamısını məhv elədiniz. Siz məni efirdə biabır elədiniz. Allah Hikmət müəllimdən razı olsun. Allah onun yollarını açıq eləsin. Gənclərə dəstək olan o insandır. O insan məndən 1 manat da pul tələb etmədən dedi ki, qızım, mahnı da oxumusan, gözəl də oxumusan, Allah yolunu açıq eləsin. Və o efirə zəng eləməsəydi Hikmət müəllim, mən Azərbaycanda biabır olardım, mahnı oxurusu kimi və belə tərbiyəsiz bir insan kimi biabır olacaqdım. Bəs siz niyə gənclərə dəstək deyilsiniz? Hə, Rəqsanə xanım? Özünüz deyirsiniz ki, gənclərə dəstək olmaq lazımdır. Belə dəstəksiz. Nuranın da mahnısını dəfələrlə sildirdiniz. Mənim də mahnımı dəfələrlə sildirdiniz. Siz istəyirsiniz ki, ancaq efirlərdə sizin evladlarınız və siz olasınız. Ancaq sizin mahnılarınız getsin. Mən anlayıram bunu və məsələ də bu deyil. Sadəcə bir şeyi sizə demək istəyirəm ki, bu dünya çox ədalətli bir yerdir və gənclərə həqiqətən dəstək olmaq lazımdır. Suli xanım, sizə gəldikdə mənə yazmısınız ki, günaydında Rəqsanə xanımla siz görüşdünüz. Mən Rəqsanə xanımla günaydında bir masada əyləşməmişəm. Və yaxud da Rəqsanə xanımla mən günaydında gəlib, oturub, əvvəlcədən danışıb, nəyisə müzakirə etməmişik. Rastlaşmışıq sadəcə və həmin dövr Rəqsanə xanım həbsxanadan çıxmışdı. Mən də bir xanım olaraq, bir Azərbaycanlı qızı olaraq göz-gözə gəldim onunla və salamlaşdım. Və ona dedim ki, mən çox üzüldüm. Mən heç vaxt istəməzdim ki, hansısa bir xanım dəmir barmaqlıqların arxasında qalsın. Bu qədər. Yəni, bu o demək deyil ki, Rəqsanə xanımın zamanında mənə və mənim timsalımda gənclərə etdiyi haqsızlıqlar unudulub gedib. Mən sadəcə o mövzunu kənara qoyaraq bildirdim ki, nə yaxşı çıxmısınız, yəni heç kim dəmir barmaqlıq arxasında qalmamalıdır, Azərbaycan xanımı. Bu qədər. Və siz, Suli xanım, bu məsələyə qarışmalı olan insan deyilsiniz.
harda nə şərh yazıram, Rəqsanə xanımın adını belə çəkmirəm. Siz o şərhə gəlirsiniz və başlayırsınız nəsə belə böyük dastanlar yazıb mənə nəsə öyrətməyə. Yenə deyirəm, siz mənə nə isə başa sala biləcək ən sonuncu insansınız. Anamdan danışmısınız. Deyirsiniz ki, ananız Rəqsanə xanıma zəng eləyir və onunla dərdləşir. Suli xanım, siz məncə mənim anamı qətiyyən tanımırsınız. Sizin mənim anamı tanıma şansınız da yoxdur və olmayacaq da. Mənim anam heç kimə zəng eləyib, heç kimlə dərdləşmir. Mənim anama kimlərsə zəng eləyir, onunla dərdini paylaşır və mənim anam o insanların problemlərini həll eləyir. Bilmirsinizsə, zəhmət olmasa yanınızda vəkilliyini elədiyiniz Rəqsanə xanımla da danışa bilərsiniz. Onun da hansı problemlərini hansı vaxt həll edib özü sizə danışar. Bu qədər. Yəni əgər istəmirsinizsə İlhamə xanım demiş, serial açıqlamalar verim. Xahiş edirəm bu məsələni bir dəfəlik bağlayın. Mən sizi çox yaxşı tanıyıram. Ola bilər sizi kimlərsə tanımır. Mən sizi çox yaxşı tanıyıram. Mən sizin üçün nə Səidə Bəkir qızıyam, nə də başqası. Ona görə də Səidə xanımda demək istəyirəm ki, onlar çoxdular, Səidə xanım, biz azıq. Və heç vaxt doğru sözü deməkdən insan qorxmamalıdır və çəkinməməlidir. Düz hər zaman düz yerini tapacaq və xalq bilir kim kimdir, kim nədir. Mən əsl Azərbaycan xanımıyam və Azərbaycanın milli mentalitetini, milli dəyərlərini müdafiə edirəm. Siz də həmçinin. Öpürəm sizi, bağrıma basıram.